Adam bir yaşa çatanda keçmiş onun üçün gözəlləşir. Hətta pis günləri də gözəl görünür. Gənc olanda gələcəyi fikirləşirik. Gələn il nə olacaq? 5 ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşada olursan, daha gələcək olmadığına görə keçmişə baxırsan. Etdiyin səhvlər, yaşadığın acılar üçün belə darıxırsan və ən əsası itirdiyin, dəyərini bilmədiyin şeylər sənə daha dəyərli gəlir və sonda qocaldığının fərqinə varırsan.